Salam, hər vaxtınız xeyir olsun. Mən Emil Əhmədov. Bu yaxınlarda çox çətin bir vəziyyətlə üz-üzə qalmışdım. Çəkdiyim şəkillərim və videolarım kartımdan tamamilə formatlanmışdı, silinmişdi. Bununla bağlı bir çox yerlərə müraciət elədim. Yalnız bununla bağlı mən heç bir geri dönüş gəlmədi. Gəldiyi yerlərdənsə kartın bərpa şansının 50% olduğunu dedilər. Buna görə də bu riski gözə almayaraq başqa yerlərin araşdırmasını etdim və PITS Məlumat Bərpa Agentliyi ilə qarşılaşdım. Müraciət etdim, çox qısa zamanda məlumatlarımı geri qaytardılar, tam peşəkar şəkildə və məlumatların geri qaytarılma prosesindən məxfiliyin, eyni zamanda 100% zəmanətin verilməyi məni çox razı saldı və məlumatlarım geri qayıtdı. Buna görə də PITS Məlumat Bərpa Agentliyinə öz təşəkkürümü bildirirəm. Komandasından çox razıyam və bu halla qarşılaşan bir çox videoqraf və fotoqraf dostlarımızı PITS-ə müraciət etmələrini tövsiyə edirəm. İşlərini şansa buraxmasınlar və 100% zəmanətli nəticədə yararlansınlar. Çox sağ olun.